Bismillahirrahmanirrahim. Nəfsi doyumsuzluq. Cəmiyyətimizin əsas problemlərdən biri budur. İnsanlar görürsən ki, gecə gündüz çalışırlar, əlləşirlər, nəfsləri doymur. Nəfsi doyumsuzluq deyəndə insan görürsən ki, mal yığmaqda, diqqət cəlb eləməkdə, sevgi istəməkdə doymur, doyumsuzluq var. Deyir, biraz da olsun. İmkanı yaxşıdır, deyir, azdır, biraz da olsun. Diqqətdir, azdır, daha çox diqqəti ver. Sevgi daha çox ver. Budur, nəfs qane olmur. Nəfsdə bir doyumsuzluq var. Bu da cəmiyyətimizin problemidir. Ailələrdə ciddi problem yaradır. Münasibətlərdə problem yaradır. Ona görə bunun səbəbi var. İnsan elə bir varlıqdır ki, nəfsi istəklər tükənmir. Heç vaxt doymaz. Əgər biz onu kontrol etməsək, biraz insan ondan həzz alır, gözü doyur, yeni başqa bir şey axtarır. Bunun üçün nəfsi doyumsuzluğun qarşısını insan almalıdır. Birinci növbədə onun səbəbini bilməlidir. Məndə niyə nəfsi doyumsuzluq yaranır? Nəfsi doyumsuzluq insanda, bunu bilək, daxili narahatlıq yaradacaq. Əgər bir insanda nəfsi doyumsuzluğu varsa, daxili narahatlıq olacaq, qısqanclıq və müqayisə olacaq, daim həyatda narazılıq olacaq, şükürsüzlük olacaq, nemət gəldikcə şükür etməyəcəkdir, bu nədir, bu azdır, daha çoxunu istəyirəm. Bunda bir şükürsüzlük yaranacaq, asılılıqlara meyilli olacaq, daim məsələn puldur, qumardır, sosial mediadır, münasibətlərdir, bunların daim asılı olacaq. Çünki bunda bir boşluq var. Ona görə bu nəfsi doyumsuzluğu insanda yaranırdı. Nəfsi doyumsuzluğun müxtəlif səbəbləri var. İndi bunlardan bir neçəsini istəyirəm qeyd edəyəm qısa şəkildə. Birinci səbəbi daxili boşluq və mənəvi aclıq. Əgər bir insanın daxilində bir boşluq varsa, mənəvi baxımdan aclıq yaşayırsa, bu insan daim nəfsi doyumsuzluğuna əziyyət çəkəcək. Daim nəyəsə axtaracaq, nələrsə əldə etməyə çalışacaq. Bir var normal, hətta hamı axtarır, hamı nəsə əldə eləmək istəyir, bu normaldır. Bir də var doyumsuzdur, nəfs doymur. Daim yeni nələrsə axtarır. Amma yenə də qəlbi rahatlıq tapmır. Deyir, məsələn, evim olsun, razı olaram, evi olur, qane olmur. Deyir, məsələn, maşınım olsun, mən rahatlıq taparam, maşını olur, rahatlıq tapmır. Deyir, nə bilim, bu qədər pulum olsa, mən doyaram, doymur. Çünki bunun o nəfsi boşluğu, daxili boşluğu, mənəvi boşluğu həllini tapmayabilir. Quran deyir ki, qəlblər yalnız Allahı zikr eləməklə arınma tapır. Ələ bi zikrilləhi tətməinnul qulub. Qəlblər Allahı zikr eləməklə aranlıq tapır. Digər bir səbəbi uşaqlıqda emosional boşluqdur. Uşaqlıq vaxtı ona sevgi, diqqət, qayğı göstərilməyib deyə o sevgisizliyin, diqqətsizliyin aclığını yaşayır. Onu almadığına görə də insan daim yenilik axtarır, daim o boşluğu axtarır. İkisi məncə kifayət eləyər. İnsan əgər bilsə ki, bunun nəfsi doyumsuzluğunun səbəbi nələrdir, onları tapıb aradan qaldırmaqla onun nəfsi doyumsuzluğunun qarşısı alınır inşallah. Vəssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.